Kanalıma abone olan videolarımı izleyen herkese bu videomun mövzusu Riyaziyyat Çalışmalar 5-ci sinif kitabından vurma və bölmə əməlləri tənliklərə aid mövzuda səhifə 59-da və 60-da olan tapşırıqların həllidir. Kimdə kitab yoxdursa ekranı saxlayaraq burada tapşırıqları həll etməyə çalışsın. Bir neçə saniyə sonra isə mən sizə həlləri təqdim edəcəyəm. İndi isə gəlin keçək həllərə baxaq. Məsələn, 59-da bir nömrəli tapşırıqda, yəni tənlikləri həll etmək istəyir. Mən də sizin üçün bu tənlikləri burada həll qaydasını yazarkən bölmələri çubuqlu bölmə qaydası ilə göstərmişəm. Kim ki çətinlik çəkir çubuqlu bölmə unudubsa bura baxa bilər. Sonra ardıcıllığı özünüz burada baxıb bir-bir yaza bilərsiniz. Keçək nömrə 2-yə. Səhifə 59-da nömrə 2. Yenə tənlikləri həll edin. Burada tənlikləri həll etmək üçün birinci hesablama mümkün olan tərəfləri hesablayırıq. Məsələn, 8888 11-ə bölmək olur. 808 alınacaq. Onu da x-a bölə, üzərinə x gələdə 999 bərabər 999-dan da 808, yəni məchul toplananı tapma qaydası ilə x bərabərdir 191. İkincidə birinci veriləndə misal, burada mümkün deyil hesablamaq etmək. Ona görə 945 bölünsün y-ı saxlayırıq bərabərliyin bir tərəfində. 20-ni keçirik o biri tərəfə, onda işarəsini necək dəyişəcək. 945-i böləcək y-qa bərabərdir 35. Y da bərabərdir 945 bölünsün 35. Oradan da y bərabərdir 27. Üçüncüdə baxırıq ki, yenə birinci tənlik göstəriləndə burada hesablama mümkün deyil. Onda tənliyib ardıcıl yazmağa keçirik. X bölünsün 12 bərabər olacaq bərabərliyin bir tərəfinə. 210-u böləcək 35-ə. X bölünsün 12 bərabərdir 6. Buradan da x bərabərdir 6 vurulsun 12. X bərabərdir 72. Dördüncüdə 15-i vuracaq x-a böləcək 18-ə bərabərdir 35. Yenə burada 18 keçəcək bərabərliyin o tərəfinə bölmə içsə vurma olacaq. 15x bərabərdir 35-i vuracaq 18-ə 630. Buradan da x bərabərdir 630 bölünsün 15. X bərabərdir 42. Nömrə 4-də deyir 882 və 45-in hasilinin 39690 olduğunu bilərək bölməni yerinə yetirin və tənlikləri həll edin. Deməli, bunu bir qeyd edirik. Veriləni 882 vurulsun 45 bərabərdir 69690 kimi. Sonra baxırıq ki, əgər iki tərəf verilirsə, əlbəttə 3 dənə buradan ədəd var da. Yəni 882, 45, 39690. Bir də məntiqdən də baxanda bu 3 ədəddən ikisi verilirsə cavab digəridir. Yenə də amma tənlikləri burada hesablayıb yazmağa ehtiyac var. Birdən misalın içində çaşdırıcı bir misal olar sizin üçün. Hesablama mümkün olanları ilə bir dəfəlik hesaplamışam. Tənlik olanlarda tənlik qaydasını sizin üçün həll etmişəm. Baxa bilərsiniz. Nömrə 5. Hərflərin hansı qiymətində bərabərlik doğrudur? Yenə burada tənlik demək kimi həll etmişəm bunları. Amma 4-də fərqli olaraq burada A istənilən ədəd ola bilər. 25, 30, 45 fərqi yoxdur. Ürəyiniz istəyən bir ədədi qoya bilərsiniz A-nın yerinə. Nömrə 6. Səhifə 60-da. Tənlikləri həll edin yenə. Yenə burada tənlik qaydası mötərizənin üçün bərabərliyin bir tərəfində saxlayırıq. Mötərizənin çölünü isə bərabərliyin o tərəfinə keçiririk. X minus 9 bərabər olacaq 69 bölünsün 3-ə. Birinciyə baxın. X minus 9 bərabərdir 23. Buradan da x bərabərdir 23-dən 9-un cəmi. X bərabərdir 32. Qalan tənliklər də eyni qayda ilə də həlləri ardıcıl yazmışam. Baxa bilərsiniz. Nömrə 7. Yenə tənlikləri həll edin. Aha, burada biraz çətinləşdiriblər. Siz burada belə deyək. Kənarda toplama, mötərizədən kənarda olan toplama çıxmanı bərabərliyin o tərəfinə keçirəsiniz. Yəni 5A üstə gəlir 2 qalacaq bərabərliyin bir tərəfində 64-dən 9 çıxacaqsınız. 5A üstə gəlir 2 bərabər olacaq 55. A üstə gəlir 2 bərabər olacaq 55 bölünsün 5. A üstə gəlir 2 bərabərdir 11. Buradan da A bərabərdir 11 çıxılsın 2. A bərabərdir 9. Qalan misallar da bu qayda ilə həll edilir. İndi isə 3-ə 4-ü də bu qayda ilə həll edirsiniz. Misalı ardıcıl yazmışam tənliyin həllin. Yəni çox sadə dildə xırda-xırda hamısını bir xırdalığı ilə yazılışam. Ona görə izah etməyə ehtiyac görmürəm. Özünüz baxıb yazın. Sonra nömrə 8-də. Nömrə 8-də bölünən natamam qismət və qalığa görə böləni tapın. Birincidə biraz səhv eləmişəm. Səhvlik olub. Amma mənə elə gəlir ki, aydın olur nə yazmaq istəmişəm. Birinci mötərizə olacaq 132 çıxılsın 2, 26-ya böləcək. Yəni burada x-i tapmaq üçün 132-dən qalığı çıxırıq, ondan sonra 26-ya bölürük. Yəni tam bölünəcək də, yəni qalığı çıxsaq. 130-dan 26-ya bölürük, o da eləyir 5. Digərlərdə o qayda ilədir, baxa bilərsiniz misala.
Nömrə 9. Nömrə 9-da bölünən, bölən və qalığa görə natamam qisməti tapın deyir. Yenə eyni qayda ilədir. Yenə 111-dən bax birincidə qalığı çıxacaq 7, onu da 13-ə böləcək. Digərlərdə bu qayda ilə. Özüm izah bir-bir deməyə ehtiyac görmürəm, çünki hamısının həllini bir-bir sizin üçün təqdim eləmişəm. Çox izahlıdır, mənə elə gəlir. Ona görə yaza biləcəksiniz. Nömrə 10. Nömrə 10-da bayaq dediyim kimi kənarda olan toplama çıxmanı həmişə çalışın bərabərliyin o tərəfinə keçirin. Mən də o qaydadan istifadə edib buradakı misalları yazmışam. Ona görə də burada bax məsələn birincidə 2x üstə gəlir 7 bölünsün 9 qalır bərabərliyin bir tərəfində 6 üstünə 5 gəldik. Burada 2x üstə gəlir 7 bölünsün 9 bərabər olacaq 11-ə. 11-i də 9-a vuranda nə eləyər? 99. 99-dan 7 çıxdıq 92. 92-ni də 2-yə böləndə 46. Deyə bilərsiniz kitabın arxasında cavab 16-dır. Xeyr, mən bu misalın həllinə bir neçə dəfə baxdım. Burada cavab 46-dır. Digər misalları da bu formada yaza bilərsiniz. Mən bir də baxım, bəlkə birdən səhv eləyə bilərəm. Bəli, 60-da səhifə 60-da 10 nömrəli tapşırıqda kitabın arxasında verilib ki, bir də cavab 16 alınır, amma 16 yox, 46 almışım. Keçək 11-ə. 11-ə keçək. Burada A minus B bərabərdir 74 verilib. Şərt, yəni 74 olarsa. A-nı tapın. A-nı tapmaq üçün biz burada A bərabərdir 8 B üstə gəl 4-dür ifadəmizi. Yəni çubuqlu bölmədən bu ifadəyə gəlib çıxırıq. Sadəcə bir şey yadda salın ki, ya B ilə ifadə eləyə bilərsiniz hər tərəfi, ya A ilə. Amma B ilə ifadə eləsəz, yenidən A-nı tapmaq lazım olacaq. Ona görə də elə bir dəfəlik A ilə ifadə edin. Yəni B bərabərdir 74, A çıxısı 74-dür. B-ni yerinə yazın. Biz elə demək ki, ifadədə hamısı hər tərəf A olsun. A bərabərdir 8 vurulsun A minus 74 üstə gəl 4. Buradan 8 A'ya vuranda 8A çıxılsın 590. 8-i 74-ə vurmuşam. 592 üstə gəl 4. Elə burada 8A çıxsın 592 ilə 4-ü hesablamışam. 588 eləyib. Buradan da 7 A'ya bərabər olur. 588. 588 də 7-yə böləndə A olacaq 84. 12 də bu qayda iləndir. 12-də də M və N istəyir. Ona görə bir dəfə M-i qoyub yerinə yazacaq. Bir dəfə də N-i qoyub. Hər iki halı yazmışam. Sizin üçün çox xırdalıq ilə yazmışam. Bir-bir izah etməyəcəyim. Özünüz baxa bilərsiniz. 13-də mən 13-ə 15 yazmışam deyəsən. Hə. 13 14 də o qayda. 12 13 də o qayda iləndir. 12-ni yazmışam, bəli. Hə, 12-ni yazmışam. 13 də o qayda iləndir. 13 14. Sadəcə burada əlavə eləməyi unutmuşam. Onu da yazmışdım. İstəsəniz sizin üçün ekranda yaza bilərəm. Gəlin misal özünə qaydaq. Ekranda sizin üçün həlli təqdim edeyim. Baxaq 13 14. Deməli buradan qələmi götürürük. 13 üçün yazırıq 13 üçün. Burada verilib ki, fərqi tapın. Bu bərabər olacaq. Vurulsun 26. Üstə gəl 8. Sonra burada isə deməli yerinə qoyuruq. A bərabərdir 656 çıxsın 3 bucaq 656 bərabər olacaq 656 çıxsın daha doğrusu 3 bucaq bərabər olacaq bizim üçün. Yəni 4 bucağın yerinə qoymuşuq. 26 vurulsun 3 bucaq üstə gəl 8. Yəqin ki bura qədər başa düşdünüz. Burada onda 3 bucaqlar bir tərəfə keçəcək. Olacaq 27. 656-dan da 8-i çıxacaq. 656-dan da 8 çıxanda eləyəcək 648. Buradan da 3 bucaq bərabərdir. 648 27-yə böləsiz. 2 dəfə 54, 108-ə nə qədər olacaq? 24. Deməli 3 bucağı tapdıq 24.
3 bucaqda 24-dürsə, 3 bucaqda 24-dürsə, gəlirik bura. 3 bucaqda 24-dürsə, 654 burada bərabər olacaq. 656 çıx 24. 24, bu da eləyəcək 632. Ya eyni qayda ilə burada 632. 632-dən çıxacağıq 24 bərabərdir. 632-dən 24 çıxanda nə eləyəcək? 608. Cavabımız nə oldu? 608 oldu burada cavabımız. 608 olduğuna görə onda keçək digərini həll etməyə. Digərinin hansının həlli yox idi? 14-ün yox idi. Ekranı təmizləyirəm. 14-ə baxırıq indi. 14-də deyir, qalıqlı bölmə əməlində bölünən ilə bölənin cəmi 104-dür. Natamam qismət 8 olacaqsa, natamam qismət 8, qalıq 5 olarsa bölünəni tapın. Bölünənlə bölən. Belə bir ifadə yazaq. Özümüzdən hər istədiyimiz kimi ifadə yaza bilərik. Sadəcə düzgün olsun. Bu da olsun bizim qalığımız. Buradan bölünən ilə bölənin cəmi. Yəni A ilə B-nin cəmini götürürsünüz 104. 104. Natamam qismət 8. İndi qalanları da yerinə qoyuruq. Deməli A bölünsün B-də natamam qismət 8. Qalıq isə 5-dir. Qalıq isə 5-dir. Buradan A ilə B ilə natamam qismət 8, qalıq isə 5-dirsə, baxırıq. A bərabərdir 8B, üstə gəl 5 olacaq. Gətirib yerinə qoyuruq. Bizə nə istəyir? Bölünəni tapın deyir. Hə. Bölünəni istəyirsə, bizdən burada istədiyi A-nı tapmaqdır. Biz burada A-nın yerinə 8B-ni qoysaq, gəlin qoyaq yazaq da, yəni bu ardıcıllıqdan gedək ilə. A-nın yerinə qoyaq 8B-ni. Ya da ki, A üstə gəl B-dən bərabərdir 104 olursa, buradan da ifadə eləyə bilərik. Baxın, buradan götürə bilərik ki, bölünəni tapın deyəndə B-ni ifadə eləyə bilərik. 104 çıxılsın, A kimi yaza bilərik. Bunu da gətirib 8B-nin yerinə qoyasınız. Buralardan da ardıcıl hesablayanda 14-də cavab alınacaq. İstəyirsiniz onu da yazım sizin üçün. Yəni onu da yazaq. 8 vurulsun 104. 8 vurulsun 104. Çıxılsın A-nı qoymalıyıq yerinə. Gəlin yazaq. A bərabərdir 8 vurulsun 104. Çıxılsın A. Üstə gəl 5. A bərabərdir 8-i 104-ə vuranda 832. Çıxılsın 8A. Üstə gəl 5. Buradan da eləyəcək 9A bərabərdir 837. Hə, buradan da görünür ki, 837 onsuz da 9-a bölünəcəkdir. 837 9-a bölünəcək. 90 neçə alınacaq? 3 alınacaq. Deməli, A-mızın cavabı nə oldu? 93. Bu misalın həlli bura. İndi keçək. Bura qədərdir. Keçək digər axırıncı misalımıza. Nömrə 15-də. Nömrə 15-də nə deyirdim? Səhifə neçə? 60-da nömrə 15. Şərtini yazmamışam. Hə. Deyir, qalıqlı bölmə əməlində bölünən ilə bölənin fərqi 94. Natamam qismət 9, qalıq 6 olarsa böləni tapın. Yenə yerinə qoyub yazırıq. Yəni əvvəl ifadəni qururuq. A bölünsün B bərabərdir. C qız, yəni qalıq qız üzr istəyirəm. Qalıq qız. Buradan isə A minus B ilə bərabərdir. A minus B ilə bərabərdir 94. Burada nə istəyir bizdən? Böləni tapın istəyirsə, biz burada B-ləri saxlamalıyıq. Ona görə də A-nı ifadə etsək B ilə. Daha doğrular A bərabər 94 üstə gəl B yazmışam. Gətirib bunu yerinə yazırıq. 94 üstə gəl B bərabər 9B üstə gəl 6 alınacaq. Buradan da B'lər bir tərəfə keçdi. 8B bərabərdir 88. 88 də 8-ə böləndə B bərabərdir 11.